bugün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər elə 20-ci ildə elə həmən liderlər idi də, hakimiyyət başında öz ölkələrində. Gəlib yiyək duraydılar da Ermənistana. Boş boğazlıqdan başqa işinə yoxdur. Onların da işi gücü boş boğazlıqdır. Ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15%'dir. İndi güya ki Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas edib. İkinci Qarabağ müharibəsi Azərbaycanın haqq savaşı idi. Bu müharibə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etməsi məqsədi daşıyırdı. Bəzi kənar siyasi dairələr bunu Ermənistanın müstəqilliyinə yönəlmiş bir addım kimi təqdim etməyə çalışsa da, bizim Ermənistanı məhv etmək kimi bir niyyətimiz olmayıb. Azərbaycan tarixi qələbəyə imza atmaqla həm öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də regionda sülhün təşəbbüskarı kimi çıxış etdi. Reallıq odur ki, Azərbaycan və Ermənistan arasında artıq 9 aydır ki, davam edən sülhün müəllifi də məhz rəsmi Bakıdır. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilir. Və nə qədər onun arxasında dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur. Onlar acizdirlər. Elə gücləri var idisə, elə 20-ci ildə kömək eləyərdilər də Ermənistana. Məsələ burasındadır ki, Ermənistanın dövlətçilik ənənəsi yoxdur. Bu ölkə hər zaman kənar siyasi qüvvələr tərəfindən idarə olunub. Ermənistan ümumiyyətlə heç bir zaman müstəqil bir dövlət olmağı bacarmayıb. Müəyyən illər ərzində Rusiyanın vassal asıllığına çevrilmiş bu dövlət hal-hazırda da eyni asılılığı Fransa üzərində də həyata keçirir və Fransanın özünün də Azərbaycanın haqq işi uğrunda mübarizəsi dönəmində ermənidən çox erməni olma siyasəti və Azərbaycanın tam suveren beynəlxalq hüquq prinsiplərinə əsaslanan bu mübarizəsində müəyyən kölgə salması, fərqli donlar geyindirməsi əslində bizim üçün heç də təəccüblü deyil. Tez-tez demokratiya, azadlıq, insan hüquqlarından ağız dolusu danışan Fransa rəhbərliyi 21-ci əsrdə müstəmləkəçilik siyasəti yürüdür. Yeni Kaledoniyada, Mayot adalarında, Fransız Qviyanasında, Martinika, Guadeloupe və digər müstəmləkələrində insan hüquqlarını kobud şəkildə pozur, təbii sərvətləri talan edir. Beynəlxalq hüquq kodekslərini tanımaq istəmir. Bu cür qeyri-qanuni əməllər yaşadığımız əsrin azadlıq çağırışları ilə tamamilə təzad təşkil edir. Afrika ölkələrində hərbi, siyasi, iqtisadi dayaqlarını təmin etməsi bugün də Fransanın büdcəsinin məhz həmin müstəmləkələrdən gələn gəlirlər, iyanələr hesabına doldurulması, müstəmləkəçiliyə qarşı hal-hazırda mübarizə Nigeriyada daxil olmaqla, Burkina Fasoda daxil olmaqla bir çox bölgələrdə artıq bu neokolonial siyasətə qarşı çox ciddi etirazların mövcud olması görünür ki, Parisi öz problemləri ilə deyil, başqa regionlarda olan dırnaqarası problemlərlə, məsələlərlə məşğul olmaq ehtiyacı qarşısında qoyub. Aydın məsələdir ki, Fransanın niyyəti Ermənistan vasitəsilə Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməkdir. Rəsmi Paris bu yolla regionda təsir imkanlarını artırmağa çalışır. Amma bu cür cəhdlər sülh prosesinə zərər vura, regionda vəziyyəti gərginləşdirə bilər.